Aprelin 28-də Gəncə Özəl Türk Liseyinin növbəti qəbul imtahanları keçirilib. Bu il 600 sənəd vermiş şagirddən 48-i seçilməklə burada təhsilini davam etdirəcək. Liseydəki təhsillə bağlı valideynlər də öz fikirlərini söylədilər. Nəvəmi gətirmişəm ki, görüm bunun axırı yaxşı olacaq, yaxşı oxuyacaq, yaxşı mənimsəyəcək məktəbi. Bir də ki, bu məktəbi sınamaq üçün gətirmişəm. Mən buranın bəhrəsini görmüşəm, ona görə də axırıncını bura liseye gətirmişəm. Burada hər tərəfli uşaqların inkişafı üçün bilinməli bir şərait var. Allah qoysa bura qəbul olsa, mən onu burada oxutmağa hazıram. Düyün bizim millət üçün yaxşı qiymətli ölür, bahadır. İntihası navaraq evladımızı oxutmaq lazımdır. Təhsil haqqına gəldikdə isə lisey rəhbərliyi bunları söylədi. İllik geçen il 600 dolarda yatakhanede kalmayan şagirdlerimiz için evine gidip gelir, kitaplarını biz veririk. Bir şagirtten 600 dolar aldık bir illiğine. Yatakhanede kalan şagirdlerimiz için 800 dolardı. EDV buna dahil oldu. Bu sene 710-900. Yatakhanede kalan şagirdlerimiz 900, evine gidip gelen şagirdlerimizden de 700 olacak. Erdoğan Taylan'ın dediğine göre son zamanlar Türkiye'de baş vermiş iqtisadi böhranla əlaqədar olarak onlara yardım gösterilmir. Liseyin şagirdləri ödəniş hesabına saxlayabilirlər. Bununla yanaşı ilk 5 yeri tutan şagirdə güzəşlərin olunacağını da dedi. O güzeşler de böyledi. Bir illikti bizdeki güzeşler. Birinci olan şagirt o ilin 250 dolarını göçürmüş. İkinci olan şagirt 200 dolarını güzeş eğlenir. Üçüncü olan şagirt 150 doları güzeş eğlenir. Dördüncü olan 100, beşinci olan şagirdimizde 50 dolar güzeş eğlenir. Başka hiçbir güzeşliğimiz yoktu. Liseydə dəqiq fənlər İngilis, humanitar fənlər isə Azərbaycan dilində tədris olunur. Qeyd edək ki, liseyə Qərb zonasının 8 rayonunda da qəbul imtahanları keçirilib. Ceyhun Səfərov, Mir Yunus Seyidzadə, Xəbər Plus.